Hazırda İzmir şəhərinin mərkəzi hissələrindən birindəyəm və İzmir Türkiyənin tarixində, ümumiyyətlə müsəlman dünyası, İslam dünyasının tarixində, Osmanlının tarixində, Bizansın tarixində çox böyük bir rolu olmuş, əhəmiyyəti olan bir şəhər kimi tarixdə öz əhəmiyyətini qoruyub saxlayıbdır və İzmirin ən böyük üstünlüklərindən biri və birincisi Türkiyənin, Osmanlının Egey dənizinə, İzmir körfəzinə açılan bir səmtini, yönünü özündə qoruyub saxlamaqdır. İzmirin tarixi çox qədimdir. Miladdan öncə 3-cü yüzilliyə qədər gedib çatır və burada ilk şəhər salınması, təməlin qoyulması kiçik bir adalarda mühafizə qalalarının qurulmasından başlamışdır və nəhayətində sonraki dönəmlərdə Bizans imperiyasının qurulmasından İzmir, Anadolu, yəni bugünkü Anadolu hissəsindədir, Türkiyənin Asiya hissəsindədir və İzmirin bugünkü əhəmiyyəti, tarixən İzmir əhəmiyyətli yeri olubdur və Osmanlı tarixində İzmirin əhəmiyyəti olduqca böyük bir nüanslarla öz aktuallığını qoruyub saxlayır. Deməli, Anadolunun türkləşməsindən sonra məlumdur ki, Anadoluda bu ərazinin türkləşməsinin ən böyük təməl hissəsini qayılar, Afşarlar sülaləsi demək olar ki, bu türkləşməni həyata keçiriblər və sonradan burada Səlcuqluların daha çox axırı nəticəsində Türkiyədə, indiki Türkiyə ərazisində vaxtilə Səlcuqlu torpaqlarında böyük bir möhkəmlənmə prosesi getmişdir. Və 1081-ci ildə deməli Egey dənizi sahilində, İzmir yaxınlığında Çaka bəyliyi, Çaka bəyin deməli komandanlığı sərkərdəliyi ilə yaranmış Çaka bəyliyi İzmirin tarixinin ən önəmli hissələrindən biridir və bugünkü Türkiyənin hərbi təniz donanması tarixinin 1081-ci ildən götürülməsində də Çaka bəyliyinin donanma yaratması öz əksini tapmışdır və bu da onu göstərir ki, 1071-ci ildə burada belə acili hadisələr olur. 1071-ci ildə Malazgirt döyüşü avqust ayında baş vermiş Malazgirt döyüşündən sonra Bizans imperiyasının Anadolu hissəsində insanlar daha çox bundan sonraki Rum əsilli insanlar artıq köçlərə başladı. Avropa, türklərin dilində desək, Avropa yaxasına doğru getdilər və Anadolu türkləşdi Səlcuqların gəlimindən sonra və sonraki dönəmlərdə Türkiyədə deməli Səlcuq bəyliyi, Bəylərbəyliyi yaradıldıqdan sonra oradakı dönəmdə İzmirin fəthi uzun müddət ləngidi və nəhayət Teymurun Anadoluya basqının nəticəsində və 1402-ci ildə Ankara döyüşündən sonraki öncəki məsələlərdə İzmiri Rumlardan alması bir tarixin gedişində bir mərhələ idi. Belə, İzmirin tarixi də bu qədər.